Evdə ən dadlısından lülə kebab hazırlayaq. Soğan, kapya biber, sarımsaq və əti ətçəkənin kiçik dəlikli başlığından keçirdim. Ərzaqların miqdarını videonun açıqlama hissəsində oxuya bilərsiniz. Videoda Panasonic markalı ətçəkəndən istifadə etdim. Soğan, biber və sarımsağın artıq suyunu sıxdıqdan sonra ətə əlavə edirəm. Bu suyu ətə forma verərkən istifadə edəcəm. Son olaraq keşniş, zövqə görə duz, istiot, pul biber, cirə əlavə edib ən az 10 dəqiqə yaxşıca yoğurdum. Üzərini örtüb soyuducuda ən az 1 saat gözlətdim. Bu arada çöp şişi qaynar suda islatdım. Soğanı marinə etmək üçün duz, istiot, sumaq, şəkər tozu, sirkə və duru yağla qarışdırdım. Dincələn ətdən hissələr götürüb şişə çəkib forma verdim. Əvvəlcədən qızdırılmış sobanın ən yüksək dərəcəsində ızqara rejimində ara sıra çevirərək qızaranadək bişirdim. Əlbəttə ki, eyni reseptlə manqalda da bişirmək mümkündür. Marinə olan soğanı servis zamanı keşnişlə qarışdırdım. Bəh, 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 əcəb ətri, əntiqə ləzzəti var.